Qoç. Aprel ayı Qoç bürcü üçün güclü başlanğıc və böyük dəyişikliklər vəd edir. Ayın əvvəlində enerjiniz yüksək olacaq, motivasiyanız artacaq və yeni fürsətlərlə qarşılaşacaqsınız. Xüsusilə karyera sahəsində əhəmiyyətli addımlar ata bilərsiniz. Günəşin Qoç bürcündə olması sizə özünüzü sübut etmək üçün güc verəcək. Bahar məşq etmək və öyrənmək üçün güclü istək gətirəcək. İradəniz sizə tez bir zamanda nəticələr əldə etməyə kömək edəcək. Diqqəti cəmləyin, israrlı olun, yeni şeylərə açıq olun və hər zaman bir məşqçinin və ya mentorun məsləhətlərini qəbul etməyə hazır olun. Şəxsi həyatınızda da dinamika artır. Əgər münasibətlərinizdə bəzi məsələlər sizi narahat edirsə, indi bunları açıq şəkildə həll etmək üçün əla zamandır. Uğur qazanmaq üçün bu dövrdə cəsarətli olun, amma planlı hərəkət etməyi unutmayın. Tələskənlik və düşünülməmiş addımlar problemlərə səbəb ola bilər. Aprelin ortalarına doğru Mars və Merkuri planetlərinin təsiri altında ünsiyyət bacarıqlarınız daha da ön plana çıxacaq. İş həyatında rəqabət güclənəcək və özünüzü sübut etmək üçün əlavə səy göstərməli olacaqsınız. İnsanlarla münasibətlərdə daha diqqətli olmaq lazımdır, çünki emosional reaksiyalar mübahisələrə səbəb ola bilər. Xüsusilə ailə və dostlarla münasibətlərdə səbirli olmaq və diplomatik davranmaq sizə fayda gətirəcək. Uğur qazanmaq üçün açıq fikirli olmalı və ətrafınızdakı insanları daha yaxşı dinləməlisiniz. Sürətli qərarlar verməkdən çəkinin və detallara diqqət yetirin. Aprelin sonu Qoç bürcləri üçün dönüş nöqtəsi ola bilər. Bu dövrdə maddi məsələlər ön plana çıxacaq və maliyyə baxımından daha ehtiyatlı davranmaq vacib olacaq. Karyerada irəliləyiş və yeni fürsətlər mümkün olsa da düzgün seçim etmək üçün vəziyyəti diqqətlə təhlil etmək lazımdır. Şəxsi münasibətlərdə isə bəzi gözlənilməz hadisələr yaşana bilər, buna görə də emosional tarazlığı qorumaq vacibdir. Uğur qazanmaq üçün bu dövrdə çevik və uyğunlaşmağı bacaran biri olmalısınız. Uğursuzluqdan qaçmaq üçün həddindən artıq risk almamaq və uzun müddətli planlar qurmaq tövsiyə olunur. Sağlamlıq baxımından gündəlik məşqlərə və sağlam vərdişlərə riayət etmək çox vacibdir. Tam ay ətrafında daxili əks olunma mühüm həyat qərarlarına rəhbərlik edən yeni fikirlər ortaya qoya bilər. Diqqətlə ambisiyanı tarazlaşdırmaq tərəqqi üçün ahəngdar bir mühit yaradır. Kosmik enerjiləri qəbul edin və onları uğurlu və yerinə yetirən aprel üçün ağıllı şəkildə yönləndirin. Buğa. Buğa bürcü üçün aprel ayı özünü dərk etmə və həyatdakı prioritetləri yenidən müəyyənləşdirmək üçün mühüm bir dövr olacaq. Ayın əvvəlində özünüzü daha sakit və balanslı hiss edə bilərsiniz. Lakin Günəş Qoç bürcündə olduğu üçün enerjiniz tam yüksək olmayacaq və bəzi daxili konfliktlər yaşaya bilərsiniz. Maddi məsələlərdə diqqətli olmalı və planlı xərcləmə etməlisiniz. Karyerada isə müəyyən çətinliklər yarana bilər, lakin səbr və strategiya ilə bu problemləri həll edə biləcəksiniz. Uğur qazanmaq üçün səbirli olmaq, planlı hərəkət etmək və hər şeyi əvvəlcədən analiz etmək vacibdir. Uğursuzluqdan qaçmaq üçün emosional qərarlardan uzaq durmaq və riskli investisiyalardan çəkinmək lazımdır. Buğa bürcləri üçün aprelin əsas mövzusu münasibətlər olacaq. Bütün sahələrdə tərəfdaşlarla qarşılıqlı münasibətlərdə inadkarlıqdan çəkinməlisiniz. Həm yeni imkanlar axtarışında, həm də məhəbbətdə ehtirasınızı necə cilovlayacağınızı bilin. Həddindən artıq fəaliyyətiniz insanları qorxuda bilər. Aprelin ortalarında iş və şəxsi həyatınızda yenilənmə hiss edəcəksiniz. Venusun təsiri ilə romantik münasibətlərdə daha dərin emosiyalar yaşaya bilərsiniz. Əgər münasibətinizdə problemlər varsa, bunları həll etmək üçün yaxşı zamandır. İş həyatında isə gözlənilməz bir fürsət qarşınıza çıxa bilər, amma qərar vermədən əvvəl hər şeyi diqqətlə düşünməlisiniz. Uğur qazanmaq üçün dəyişikliklərə açıq olmalı və yeni ideyaları dəyərləndirməlisiniz. Əgər köhnə problemləri həll etmədən yeni işlərə başlasanız, bu sizə çətinlik yarada bilər. Aprelin sonlarında maddi vəziyyətinizdə yaxşılaşma ola bilər, amma pulunuzu düzgün idarə etməyiniz vacibdir. Əgər uzun müddətdir planlaşdırdığınız bir layihə və ya iş varsa, indi onu həyata keçirmək üçün uyğun zamandır. Münasibətlərdə isə daha sabit və emosional baxımdan güclü hiss edəcəksiniz. Uğur qazanmaq üçün planlı və məsuliyyətli davranmalısınız. Həddindən artıq rahat davranmaq və lazımsız risklər almaq sizi çətin vəziyyətə sala bilər. Ay irəlilədikcə tarazlığı və daxili sülhü qorumaq üçün meditasiya və ya təbiət gəzintiləri kimi təməl təcrübələrinə diqqət yetirin. Tam ay gizli emosiyalara işıq salır, şəxsi məsələləri cəsarətlə və empatiya ilə həll etməyə çağırır.
Ayın sonuna qədər siz kosmik enerjilərdən böyümə və tərəqqi üçün istifadə edəcəksiniz və qarşıda daha zəngin və daha məmnunedici səyahətə yol açacaqsınız. Əkizlər. Əkizlər bürcü üçün aprel ayı ünsiyyətin və yeni fürsətlərin açılacağı bir dövr olacaq. Ayın əvvəlində enerjiniz yüksək olacaq və yeni ideyalarınız ortaya çıxacaq. Merkurinin təsiri ilə ünsiyyət bacarıqlarınız daha da güclənəcək və insanlarla münasibətləriniz yaxşılaşacaq. Əkizlər üçün aprel ayı mübahisələr ayı olacaq. Hər kəslə xırda-xırda mübahisə edəcəksiniz və bəlkə də sonra peşman olacaqsınız. Nəinki münaqişələrlə qarşılaşacaqsınız, həm də keçmiş səhvlərə qayıdacaqsınız. Bu duyğuları boğmağa çalışmaq əvəzinə onları araşdırmalı və onlardan öyrənməlisən. Bununla belə narahat olmayın, sədaqətiniz münasibətinizi xilas etməyə kömək edəcək. İş həyatında yeni fürsətlər qarşınıza çıxa bilər və sizə böyük irəliləyişlər vəd edən danışıqlar aparıla bilər. Ancaq qərar vermədən əvvəl hər şeyi diqqətlə analiz etmək vacibdir. Uğur qazanmaq üçün məntiqli düşünməli, detallara diqqət etməli və yeni ideyaları düzgün şəkildə həyata keçirməlisiniz. Uğursuzluqdan qaçmaq üçün isə hər şeyə səthi yanaşmamalı və dərin düşünərək addımlar atmalısınız. Aprelin ortalarında şəxsi münasibətlərinizdə bəzi dəyişikliklər baş verə bilər. Romantik əlaqələrinizdə daha açıq və səmimi olmaq sizə fayda gətirəcək. Əgər münasibətiniz yoxdursa, bu dövrdə yeni biri ilə tanış olmaq şansınız yüksəkdir. İş həyatında isə sürətli qərarlar vermək əvəzinə daha çox araşdırma aparmaq və detalları nəzərə almaq lazımdır. Uğur qazanmaq üçün açıq fikirli olmaq və fərqli perspektivlərdən baxmaq vacibdir. Ətrafınızdakı insanlarla müsbət münasibətlər qurmaq sizə əlavə imkanlar yarada bilər. Aprelin sonlarında sizi daha dinamik və həyəcanlı hadisələr gözləyir. İş həyatında bəzi layihələrinizdə irəliləyiş ola bilər və gözlədiyiniz xəbərləri ala bilərsiniz. Maliyyə baxımından bəzi risklər çıxsa da, bunları düzgün idarə etsəniz, qazanc əldə edə bilərsiniz. Şəxsi həyatınızda isə münasibətlərinizdə daha dərin emosional bağlar qurmaq üçün fürsətlər yaranacaq. Uğur qazanmaq üçün planlı və strategiyalı hərəkət etmək lazımdır. Hər şeyə eyni anda fokuslanmaq uğursuzluğa səbəb ola bilər, buna görə də diqqətinizi vacib olan məsələlərə yönəltməlisiniz. Sosial olaraq canlı atmosferdən həzz alın, ancaq tam ay zamanı introspeksiyaya vaxt ayırın. Bu daha dərin şəxsi fikirləri vurğulaya bilər. Balans və çeviklik bu dinamik ayı uğurla idarə etmək üçün alətiniz olacaq və sizə daim dəyişən mənzərədə inkişaf etməyə imkan verəcək. Xərçəng. Aprelin əvvəlində Xərçəng bürcü iç aləminə yönələcək və öz hisslərini daha dərin şəkildə araşdıracaq. Şəxsi həyatda dəyişikliklər etmək istəyə bilərsiniz. Ailəyə və yaxın dostlara qarşı daha çox diqqət və qayğı göstərəcəksiniz. İletişimdə daha empatik və anlayışlı olacaqsınız, lakin bəzi hallarda bu sizi emosional olaraq yora bilir. Aprel ayında ən çox ehtiyac duyacağınız şey özünə nəzarətdir. Sevgi ulduz falı subay xərçənglərin əsl sevgilərini qarşılamaq fürsətinə sahib olacağını və artıq münasibətdə olanların həyatlarında irəliləyəcəyini göstərir. Ancaq həm şəxsi, həm də işdə irəliləyiş üçün öz üzərinizdə işləməli olacaqsınız. Müdrik qərarlar verin, o cümlədən maliyyə. Səmimiyyətinizi qoruyun və bacardığınız qədər özünüzü təqdim edin. İşdə və şəxsi həyatınızda emosional partlayışlara meyilli olacaqsınız. Bu, yaxınlarınızla nə qədər yaxşı münasibət qurmağınıza əhəmiyyətli dərəcədə təsir edəcək. Fikirlərinizi və duyğularınızı gizlətməyin ki, onlar sizi daha yaxşı başa düşə bilsinlər. Ayın ortasında Xərçəng bürcünün iş və karyera sahəsində bir yenilik gözlənilir. Bu dövr yeni imkanların ortaya çıxması, yeni layihələrə başlamaq və ya mövcud işdə inkişaf etmək üçün əlverişli olacaq. Bu müddətdə uğur qazanmaq üçün öz qabiliyyətlərinizi etibarlı şəkildə təqdim etməli və tələsmədən sabırlı olmalısınız. Ayın sonunda isə şəxsi münasibətlərdə bəzi gərginliklər yaşana bilir. Bu dövrdə ailə və yaxın dostlarınızla qarşılıqlı anlaşma üçün müsbət bir dil istifadə etmək, qarşı tərəfi dinləmək və öz fikrinizi açıq şəkildə ifadə etmək vacibdir. Uğur qazanmaq üçün Xərçəng bürcü öz daxili gücünə etibar etməli və öz emosiyalarını düzgün idarə etməlidir. Ailənin və yaxın ətrafın dəstəyindən istifadə etmək sizə faydalı olacaq. Uğursuzluqdan qaçınmaq üçün isə işlərdə çox diqqətli olmalı və qərarları tələsmədən hər tərəfli düşünərək verməlisiniz. Venera bürcünüzü bəzədikcə yaradıcılıq və cazibədarlıq artır. Bu, sosial nişanlar və şəbəkələşmə üçün mükəmməldir. Sağlamlıq baxımından emosional və fiziki tarazlığa diqqət ümumi rifahı dəstəkləyir.
Aprelin səmavi mənzərəsi ilə inamlı, ahəngdar bir səyahət bəsləyərək ayın çətinliklərinə böyümə imkanları kimi yanaşın. Şir. Aprelin əvvəli Şir bürcünü daha çox sosial həyatın ön planda olacağı bir dövr gözləyir. İnsanlarla əlaqələriniz güclənəcək və bu dövrdə müxtəlif sosial fəaliyyətlərdə iştirak etmək, yeni dostlar qazanmaq mümkündür. Ailədən və yaxın dostlardan aldığınız dəstəklə daha inamlı hiss edəcəksiniz. Ayın ortasında isə Şir bürcünün iş sahəsində yeni imkanlar ortaya çıxacaq. Bu dövr karyerada irəliləyiş üçün yaxşı bir zaman ola bilər. Aprel sizə status dəyişikliyi və artan müstəqillik gətirəcək. İstər xarici görünüşünüzdə, istər davranışınızda, istər həyat tərzinizdə, istərsə də peşəkar mühitinizdə etdiyiniz hər hansı dəyişiklikdən maksimum fayda əldə edəcəksiniz. Həqiqi imkanlarınıza uyğun gələn real məqsədlər qoyun. Sevgi münasibətlərinizdə sizi hərarət, dəstək və emosional sağlamlıq gözləyir. Yaradıcılığınız sizi yeni şeylər sınamağa və dünyaya kim olduğunuzu göstərmək üçün risk götürməyə ruhlandıracaq. Əgər hər hansı bir sahədə təhsilinizi davam etdirmək istəyirdinizsə, indi kursa yazılmaq və ya universitetə qəbul olmaq vaxtıdır. Optimistliyiniz və ixtiranız karyeranızda əhəmiyyətli irəliləyişlər əldə etməyə və yeni gəlir mənbələri tapmağa kömək edəcək. Yeni təkliflər və ya təkliflərə cavab vermək üçün enerjiniz yüksələcək. Lakin diqqət yetirməli olduğunuz bir məsələ var. Rəqabət artacaq və bəzən sizə qarşı təzyiq hiss edə bilərsiniz. Bu dövrdə uğur qazanmaq üçün özünüzü açıq şəkildə ifadə etməli və başqalarına liderlik etməkdən çəkinməməlisiniz. Ayın sonlarına doğru şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər. Xüsusilə romantik münasibətlərdə emosional dəyişikliklər baş verə bilər. Bu dövrü sükunətlə keçirmək və qarşı tərəfi daha çox dinləmək əhəmiyyətlidir. Uğur qazanmaq üçün Şir bürcü öz gücünü və liderlik qabiliyyətini ən yüksək səviyyəyə çıxarmalıdır. İnsana dəyər vermək, başqalarına hörmətlə yanaşmaq, həmçinin münasibətlərdə dürüstlük çox önəmlidir. Uğursuzluqdan qaçınmaq üçün çox tələsməməli və hər qərarı diqqətlə düşünməlisiniz. Rəqabətə qarşı sakit qalmaq və öz yolunuzu izləmək sizə böyük fayda verəcək. Sosial həyat canlı qarşılıqlı əlaqələr təklif edir. Yeni əlaqələri ehtiyatla qəbul edin, onların dəyərlərinizə uyğun olmasını təmin edin. İdman və balanslı qidalanmanın sağlamlıq faydaları, rutinləri saxlamaq canlılığı dəstəkləyir. Ay irəlilədikcə tam ay daha dərin fikirlərə və gizli istedadlara işıq salır, özünü əks etdirməyə təşviq edir. Kosmik enerjiləri ağıllı şəkildə yönləndirin, daxili işığınızın məhsuldar, yerinə yetirən apreldə sizə rəhbərlik etməsinə imkan verin. Qız. Aprel ayında Qız bürcü özünü iş və şəxsi həyat arasında balans tapmağa çalışacaq. Ayın əvvəlində daha çox gündəlik işlərlə məşğul olacaqsınız və gündəlik həyatın rutinlərinə fokuslanacaqsınız. Ancaq bu dövrün ən vacib məsələsi öz daxili ehtiyaclarınıza diqqət yetirmək olacaq. Ayın ortasında Qız bürcünün həyatında böyük bir yenilik ola bilər. Bu yeniliklər həm iş, həm də şəxsi həyat sahəsində ola bilər. Bu dövr həm də yeni layihələrə başlamaq və ya yeni əlaqələr qurmaq üçün əlverişlidir. Uğur qazanmaq üçün analitik düşünmə qabiliyyətinizdən və mükəmməllik arzunuzdan istifadə edin. Aprel ayında başqalarının simpatiyasına və lütfüne ehtiyacınız olacaq. İnsan istiliyinə və incə qucaqlarına çox ehtiyacınız olacaq. Çox mümkündür ki, xüsusi biri ilə tanış olasınız və dərhal ona aşiq olasınız. İşləri tələsdirməyin, amma bu insan haqqında düşünməyi dayandıra bilməsəniz belə hadisələrin təbii şəkildə inkişaf etməsinə icazə verin. Biznes və karyera məsələlərində aprel ayında gecikmələr mümkündür. Amma bu o demək deyil ki, siz imtina etməlisiniz və işlər sonunda düzələcək. Özünüzü idarə etməli və səbirli olmalı və aqressiyanı idarə etmək üçün əlinizdən gələni etməlisiniz. Yalnız vaxt keçirməyi və mütəmadi olaraq fikirlərinizi təmizləməyi unutmayın. Bu, emosional cəhətdən çətin bir ayı yaxşı əhval-ruhiyyədə keçirməyə kömək edəcək. Ayın sonunda isə bəzi şəxsi münasibətlərdə gərginliklər yaşana bilir. Bu dövrü daha səbirli keçirməli və qarşı tərəfi başa düşməyə çalışmalısınız. Uğur qazanmaq üçün Qız bürcü öz planlarını diqqətlə qurmalı və sabırlı olmalıdır. Ən kiçik detallara belə diqqət yetirmək sizə müvəffəqiyyət gətirəcək. Uğursuzluqdan qaçınmaq üçün isə başqalarına qarşı çox tənqidi yanaşmamalı və özünüzü çox sıxmamalısınız. Özünüzü yaxşı hiss etdiyiniz zaman uğur daha asan gələcək. Beləliklə, aprel ayında xərçəng, şir və qız bürcləri öz həyatlarında müxtəlif dəyişikliklərlə qarşılaşacaq. Hər bürcün uğur qazanmaq üçün təmkinli və diqqətli olması vacibdir.
Öz daxili gücünüzə inanın və hər bir fürsəti dəyərləndirin. Venera yaradıcılığı artırdıqca sevinc və istirahət gətirən hobbiləri araşdırın. Tam ay emosional səltənətləri işıqlandırır, introspeksiyaya və şəxsi inkişafa ilham verir. Dəyişən kosmik mənzərə arasında gələcək üçün möhkəm zəmin yaratmaq üçün güclü tərəflərinizdən istifadə edərək aprel ayını düşünülmüş transformasiya ayı kimi qəbul edin. Tərəzi. Aprelin əvvəli tərəzi bürcü üçün daha çox şəxsi inkişaf və daxili aydınlıq dövrü olacaq. Özünü daha yaxşı tanıyacaq və həyatına yeni bir perspektivdən baxmağa başlayacaqsınız. Bu dövr şəxsi münasibətlər və ya yaxın dostlarla bağlı qərarlar vermək üçün yaxşıdır. Eyni zamanda sosial əlaqələrinizdə təzə nəfəs alacaqsınız, ancaq daha çox karyera və ya şəxsi məqsədlərinizə fokuslanmaq istəyə bilərsiniz. Tərəzilər başqa insanlarla münasibətlərə və təmaslara fikir verməlidir. Aprel öz daxilinizdə bir sorğu-sual edib, nəyə necə reaksiya verdiyinizi özünüz üçün aydınlaşdırmaq vaxtıdır. Siz gələcək yolunuzu aydın görürsünüz, arzular tədricən gerçəkləşir, mənfi emosiyalar nəzarət altındadır. Aprel ayında ailəvi tətil planlaşdırın. Bu, son vaxtlar bir qədər gərginləşən münasibətləri düzəltməyə kömək edəcək. Aprel həm də zaman-zaman karyeralarını dəyişəcək və görünüşünüzlə sınaq keçirəcək, emosional tarazlıq sizin üçün vacib olacaq. Diplomatiyanız maneələri dəf etməkdə faydalı olacaq. Həyatınızda elə bir vaxt gəlir ki, siz irəliləməyə ehtiyacınız var, ona görə də planlarınızı həmkarlarınızla bölüşməkdən çəkinməyin, ünsiyyət bacarıqlarınız sizin kozırınız olacaq. Ən çox işinizdə sizə faydalı olacaq. Nəhayət, izdihamdan fərqlənmək və öz şərtlərinizi təyin etmək üçün cəsarət qazanmaq üçün bu xüsusiyyətdən istifadə edin. Karyera ulduz falına görə karyera hədəflərinizə çatmaq üçün təşəbbüskarlıq və çox çalışmaq lazımdır. Ayın ortasında iş həyatında yeniliklər ola bilər. Yeni layihələr, iş təklifləri və ya yeni əməkdaşlıqlar ortaya çıxacaq. Bu dövr inkişaf etmək və yeni iş sahələrinə girmək üçün əlverişli olacaq. Lakin çox tələsməmək, başqalarına qarşı diqqətli olmaq vacibdir. Ayın sonunda isə şəxsi münasibətlərdə bəzi qarışıqlıqlar yaşana bilir. Yaxın insanlarla anlaşılmazlıqların qarşısını almaq üçün səmimi və açıq olmaq əhəmiyyətlidir. Uğur qazanmaq üçün tərəzi bürcü balansı qorumağa çalışmalı və təfərrüatlara diqqət yetirməlidir. Bu dövrün ən önəmli hissəsi özünüzü və ətrafınızdakiları yaxşı hiss etməkdir. Uğursuzluqdan qaçınmaq üçün isə həddindən artıq qərarsızlıqdan çəkinməli və qərarları daha tez qəbul etməyə çalışmalısınız. Sağlamlıq baxımından balans əsasdır. Zehinlilik tətbiq edin və stressi idarə etmək üçün müntəzəm istirahət üsullarını daxil edin. Tam ay daxili anlayışları vurğulayır, əks etdirməyə və şəxsi istəkləri dərindən dərk etməyə təşviq edir. Siz daxili dünyanızı xarici tələblərə uyğunlaşdırdıqca, ay həm daxili dincliyi, həm də xarici uğurları əhatə edən gələcək səylər üçün təməli gücləndirərək özünü dərk etmə imkanlarını artırır. Əqrəb. Aprelin əvvəli Əqrəb bürcü üçün güclü emosional dəyişikliklərin dövrüdür. Bu dövr daxili aləminizlə üzləşmək və köhnə problemləri həll etmək üçün uyğun bir vaxt olacaq. Ailədə və ya şəxsi münasibətlərdə bəzi gərginliklər yaşana bilər, lakin bu dövrü özünüzü daha yaxşı tanımaq və öz hədəflərinizə daha yaxın olmaq üçün istifadə edə bilərsiniz. Ayın ortasında Əqrəb bürcünün karyera sahəsində uğurlar gözlənilir. Dəyişiklikdən qaçmaq indi sizin üçün ən yaxşı hərəkət kursudur. Buna görə də bütün təklifləri çox diqqətlə nəzərdən keçirin. Hər şeyi yaxşı həll etməyin ən yaxşı yolu idman edərkən bu barədə düşünməkdir. Bədəniniz və zehniniz mükəmməl harmoniyada olacaq. Üstəlik, bu artıq enerjini yandırmaq üçün fantastik bir yoldur. Qürurun düşüncə aydınlığını bulandırmasına imkan verməyin. Eyni səbəbdən tez pul qazanmaq ümidi ilə riskli cəhdlərdən çəkinin, çünki itkilər geri dönməz ola bilər. Aprel ayında həddindən artıq enerji sizi müəyyən emosional qeyri-sabitliyə aparacaq. Əqrəblər həqiqətən də bürcün ən sehirli nişanlarıdır. Buna görə də təəccüblü deyil ki, bütün il boyu siz kosmik enerjinin dirijorları olacaqsınız. Bu enerjini başqaları ilə səxavətlə paylaşsanız, 2 qatını geri alacaqsınız. Əqrəblərə elə görünə bilər ki, ətrafdakıların hamısı tənbəldir və yalnız siz işləyirsiniz. Bu, çox streslidir və enerjini alır, ondansa bu gücünüzü daha müsbət istiqamətə yönəltmək olardı. Əsəblərinizi və əhvalınızı qoruyun, əhvalınız dəyişəcək və əhəmiyyətsiz görünən şeylərdən yayınmağa meyilli olacaqsınız. Bu, sizi tələsik hərəkət etməyə və pis qərarlar verməyə sövq edə bilər. Yeni imkanlar, iş təklifləri və ya böyük layihələrə başlamaq üçün əlverişli bir dövr olacaq.
Bu dövr böyük uğurların başlanğıcı ola bilər, amma hər şeyə çox emosional yanaşmaqdan çəkinməlisiniz. Ayın sonlarına doğru isə şəxsi həyatınızda, xüsusilə romantik münasibətlərdə bəzi gərginliklər yaşana bilir. Əqrəb bürcü səbirli olmalı və qarşısındakı insanları daha yaxşı dinləməlidir. Uğur qazanmaq üçün Əqrəb bürcü öz gücünü tanımalı və ehtiyatlı olmalıdır. Həm şəxsi, həm də iş həyatında əzm və məqsədlərinizə sadiq qalmalısınız. Uğursuzluqdan qaçınmaq üçün isə emosional reaksiyalardan uzaq durmalı və münasibətlərdə səmimi olmağa çalışmalısınız. Sağlamlıq emosional rifaha diqqət yetirir. Daxili mənzərələrinizi araşdırmaq üçün meditasiya və ya jurnalı daxil edin. Tam ay şuuraltı səltənətləri işıqlandırarkən sirləri və anlayışları açmaq üçün özünü əks etdirməyi qəbul edin, dərin özünü dərk edin. Aprelin kosmik cərəyanları sizi çətinlikləri davamlı şəxsi təkamül üçün imkanlara çevirməyə, qarşıdakı bir ay üçün əzmkarlıqla emosional möhkəmliyə uyğunlaşdırmağa çağırır. Oxatan. Aprelin əvvəli Oxatan bürcü üçün yeni təcrübələr və özünü kəşf etmək dövrü olacaq. Bu dövr təhsil, səyahət və ya yeni biliklər qazanmaq üçün əlverişli olacaq. Özünüzü daha geniş bir perspektivdən görməyə başlayacaqsınız və dünya ilə bağlı yeni fikirlər formalaşdıracaqsınız. Ayın ortasında isə Oxatan bürcünün iş həyatında yeni imkanlar və uğurlar ortaya çıxacaq. Bu dövr öz qabiliyyətlərinizi göstərmək, yeni layihələrə başlamaq və ya yeni iş təklifləri almaq üçün ideal bir vaxtdır. Ayın sonlarına doğru isə şəxsi münasibətlərdə daha çox diqqət və anlayış tələb edən bir dövr başlaya bilər. Özünüzü və başqalarını başa düşmək üçün empati gücünüzü istifadə etmək faydalı olacaq. Uğur qazanmaq üçün Oxatan bürcü yeni ideyalara açıq olmalı və risk almağa hazır olmalıdır. Bu dövr öz bacarıqlarınızı inkişaf etdirmək və yeni hədəflərə çatmaq üçün ideal bir dövr olacaq. Uğursuzluqdan qaçınmaq üçün isə çox dağılmamaq, diqqətinizi yalnız bir neçə məsələyə yönəltmək vacibdir. Sizi hadisələrlə dolu bir ay gözləyir. Bir tərəfdən həm maddi qazanc, həm də karyera yüksəlişi üçün şansınız olacaq. Digər tərəfdən çətinliklərə və məyusluqlara hazır olun. Sevinç yelkənlərini açıb həyat dənizinin gözəl mənzərəsindən həzz ala bilmək vacibdir. Belə bir münasibət pozitiv olmağa və sevgi ilə parlayan xoş insanları özünüzə cəlb etməyə kömək edəcəkdir. Yeni idman növləri kəşf edin, yaradıcılıqla məşğul olun, romantik həyatınızda sizi dəyişikliklər gözləyir. Əhval-ruhiyyəniz optimist olacaq və ilham sizə iş yükünüzün öhdəsindən gəlməyə kömək edəcək. Aprel ayında fiziki vəziyyətinizə xüsusi diqqət yetirin. Sağlamlıq baxımından balans həyati əhəmiyyət kəsb edir. Həm bədəni, həm də ruhu qidalandıran sağlamlıq təcrübələrini birləşdirin. Tam ay introspeksiyaya təşviq etdiyi üçün daha dərin həqiqətləri və istəkləri üzə çıxarmaq üçün özünü kəşf edin. Dolu və geniş gələcəyə zəmin yaradan böyümə və şəxsi inkişafı təşviq edərək, fitri marağınızı praktiki fikirlərlə uyğunlaşdırmaqla aprelin imkanlarından istifadə edin. Bir az dincəlin və sağlam qidalanmağı unutmayın. Təmiz havada çox gəzin. İndi sağlam idmana ehtiyacınız var. Özünüzə həddən artıq güvəndiyiniz tələlərə düşməmək üçün diqqətli olun. Hər bürcün uğur qazanması üçün diqqət və özünü düzgün idarə etmə qabiliyyəti əhəmiyyətlidir. Oğlaq. Aprel ayında Oğlaq bürcünü daha çox iş və karyera sahəsində uğurlar gözləyir. Ayın əvvəlində iş mühitində yeni imkanlar və ya yüksəlmə şansı yaranacaq. Bu dövr əzmkarlığınızı göstərmək və hədəflərinizə yaxınlaşmaq üçün əlverişli olacaq. İşlərinizin daha yaxşı nəticələr verməsi üçün çox diqqətli və məsuliyyətli olmalısınız. Ayın ortasında şəxsi həyatınızda kiçik çətinliklər yaşana bilir. Oğlaqlar yeni başlanğıclar üçün bir aydır. Qarşısına yüksək hədəflər qoymağın və rahatlıq zonanızı tərk etməyin vaxtıdır. Ancaq necə ünsiyyət qurduğunuza diqqət yetirin və səlahiyyətlə itələməməyə çalışın. Siz işləmək üçün yüksək motivasiyalı olacaqsınız və yüksək qazanc əldə etmək istəyiniz güclü olacaq. Və bütün enerjinizi asanlıqla işə sərf edə bilərsiniz. İstəsəniz də, istəməsəniz də iş bütün həyatınızı yeyəcək, evdə olanda belə məsuliyyətləriniz barədə düşünməkdən əl çəkə bilməyəcəksiniz. Lakin bu, yeni gəlir mənbələri və investisiya imkanları gətirəcək. Mümkün qədər qənaət etməyə çalışın. Bəzi Oğlaq bürcləri ailə və dostlarla əlaqələrdə gərginlik hiss edə bilər. Bu dövrdə ən vacib şey sakit qalmaq və duyğularınızı nəzarət altında saxlamaqdır. Ayın sonunda isə karyera sahəsindəki müsbət inkişaflar davam edəcək və özünüzü daha inamlı hiss edəcəksiniz. Bu zaman başqalarına qarşı daha anlayışlı və səmimi olmaq faydalı olacaq. Uğur qazanmaq üçün Oğlaq bürcü öz məqsədlərinə diqqətlə fokuslanmalı və planlarını düzgün şəkildə həyata keçirməlidir.
Hər qərarı diqqətlə düşünmək və tələsməmək önəmlidir. Sağlamlığa laqeyd yanaşmaq olmaz, canlılığı qorumaq üçün işi istirahətlə balanslaşdırın. Tam ay şəxsi istəklər haqqında daha dərin fikirlər təqdim edir, introspektiv inkişafı istiqamətləndirir və davamlılığı təşviq edir. Aprel, davamlı uğur və şəxsi məmnunluq yaratmaq üçün kosmik təsirlərdən istifadə edərək keçmiş səyləri birləşdirmək üçün aydır. Uğursuzluqdan qaçınmaq üçün çox sərt olmamalı və başqalarına qarşı daha yumuşaq yanaşmalısınız. Dolça. Aprel ayında Dolça bürcü üçün yeniliklər və dəyişikliklər dövrü olacaq. Ayın əvvəlində şəxsi həyatınızda dəyişikliklər gözlənilir. Bu dövr öz həyatınıza yeni bir yön vermək və fərqli təcrübələr qazanmaq üçün ideal olacaq. İntellektual inkişaf və özünüzü daha yaxşı ifadə etmək istəyəcəksiniz. Ayın ortasında Dolça bürcü iş həyatında yeniliklərlə qarşılaşa bilər. Yeni iş təklifləri, layihələr və ya əməkdaşlıqlar başlaya bilər. Bu dövr kreativliyinizi istifadə etmək və yeni imkanlara qoşulmaq üçün çox əlverişli olacaq. Sahibkarlıq ruhunuz inanılmaz məqsədlərə çatmağınıza kömək edəcək. Meneceriniz nailiyyətlərinizə heyran olacaq və onun gözlədiyindən daha yaxşı çıxış etdiyinizi başa düşəcək. Beləliklə, artım gözləyin, ayın sonunda isə şəxsi münasibətlərdə bəzi gərginliklər yaşana bilir. Bu dövrdə ailə və dostlarla olan əlaqələrdə daha çox səbirli olmalısınız və qarşılıqlı anlayış göstərməyə çalışmalısınız. Ailənizdə zənginlik gözlənilir. Aprel ayında qohumlar, qonşular, iş yoldaşları ilə münasibətləri mehriban saxlamaq asan olacaq. Enerjinizi sağlam rəqabət və açıq hava fəaliyyətləri məcrasına yönləndirin. Dolça üçün ilin əsas dərsi, səbr həmişə mükafatlandırılır. Uğur qazanmaq üçün Dolça bürcü yeni ideyalara açıq olmalı və risksizliyi bir kənara qoyub, yeniliklərə cəsarətlə yanaşmalıdır. Aprel ayında yeni münasibətlərə və təcrübələrə daha açıq olmalısınız. Sağlamlıq balansa diqqət yetirməklə yaxşılaşır, həm zehni, həm də bədəni stimullaşdıran sağlamlıq təcrübələrini birləşdirin. Tam ay daxili anlayışlara işıq saldıqda, orijinal mənliyinizə uyğunlaşmaq üçün özünü əks etdirin. Aprelin enerjiləri sizi ilhamlandırmaq, yenilik etmək və şərti sərhədləri aşan əlaqələr qurmaq üçün uzaq görən təbiətinizdən istifadə edərək, kəşf edilməmiş ərazilərə cəsarətlə addımlamağa təşviq edir. Həyatınızın sevgisi ilə qarşılaşa bilərsiniz. Ehtirasınızı sərfəli işə çevirmək imkanınız da olacaq. Ailənizi görmək üçün vaxt tapmağa çalışın. İşiniz yorucu və stresli olsa da, karyeranızda irəliləmək istəyirsinizsə, diqqətinizi hədəflərinizə yönəltməyi öyrənməlisiniz. Bəli, aprel ayında çox məşğul olacaqsınız, lakin nəticələr səy göstərməyə dəyər. Uğursuzluqdan qaçınmaq üçün isə əvvəlcədən tələsməmək və qərarları təhlil edərək vermək əhəmiyyətlidir. Balıqlar. Aprel ayında balıqlar bürcünün duyğusal və şəxsi həyatında yeniliklər gözlənilir. Ayın əvvəlində balıqlar öz daxili aləmlərinə daha çox diqqət yetirəcəklər. Bu dövr özünüzü daha yaxşı tanımaq və həyatınızdakı bəzi qaranlıq sahələri işıqlandırmaq üçün əlverişlidir. Ayın ortasında balıqlar bürcü iş həyatında və karyerada yeniliklər və şanslar əldə edəcək. Mövcud işinizdə müsbət dəyişikliklər ola bilər və bu dövr daha yüksək bir mövqe və ya yeni iş təklifləri üçün yaxşı bir fürsət olacaq. Ayın sonlarına doğru isə şəxsi münasibətlərdə bəzi gərginliklər yaşana bilir. Bu dövrü sakit keçirmək, qarşı tərəfi başa düşmək və empati gücünü istifadə etmək vacibdir. Uğur qazanmaq üçün balıqlar bürcü öz intuisiya və daxili gücünə etibar etməli, karyerada yeni imkanlara açıq olmalıdır. Uğursuzluqdan qaçınmaq üçün isə duyğusal reaksiyalardan qaçınmalı və daha rasional qərarlar verməyə çalışmalısınız. Özünüzü yeni bir insan kimi hiss edəcəksiniz. Düşüncələriniz və hissləriniz haqqında danışmaq sizin üçün çox asanlaşacaq və bu bir çox cəhətdən sizə kömək edəcəkdir. Ancaq eyni zamanda digər insanları idarə etmək üçün daha çox şirinlikləndirici olacaq. Bunun qarşısını almağa çalışın. Şəxsi və peşəkar həyatınızda böyüməyə nail olmaq üçün intuisiyanıza əməl edin və risk edin. Aprel ayında Oğlaq, Dolça və Balıqlar bürcləri üçün həyatda dəyişikliklər və yeni imkanlar gözlənilir. İndi siz mümkün qədər çox oxumaq istəyirsiniz. Yaddaşınızın nə qədər məlumat saxlaya biləcəyinə görə şok ola bilərsiniz. Nəticədə uzun müddətdir ki, daşınmaz görünən bir maneəni dəf etməyə kömək edəcək bir şey tapacaqsınız. Sağlamlıq emosional tarazlığa diqqət tələb edir. Daxili əminamanlığı gücləndirmək üçün yoga və ya meditasiya kimi təcrübələri birləşdirin. Tam ay daha dərin fikir və istəkləri işıqlandırır, daxili həqiqətinizlə uyğunlaşan transformativ özünüdərkə ilham verir.
Aprel, şəxsi və mənəvi inkişafın dolğun bir ayı üçün yaradıcılıq və intuisiyanı bəsləyən incə kosmik cərəyanlardan istifadə etmək vaxtıdır. Hər biri öz gücünü istifadə edərək uğur qazana bilər. Lakin diqqətli olmaq və müsbət yanaşmalarla hər vəziyyətin öhdəsindən gəlmək əhəmiyyətlidir.